Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve akıbetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala adaihim ecmaîn. Deməli, əzizlər, bu Allahın varlığı haqqındakı ilk bəhsimizi açdıq. Əqli dəlillərlə bu haqda bir qeydlər vardı. Şimdi bu Quran və hədislərdə bugünkü mövzumuzda toxunaq ki, Allah Taala'nın varlığı haqqında ümumi dəlillər hansılardır? Allah Taala özünün müqəddəs və mübarək kitabında hansı ayələrdə buna qeyd vurur, işarə vurur və hədislərdə Əhl-i Beyt əleyhissalam ilahi varlığı bizə necə bəyan edibdir. Məsələn, Allah mübarək Quran-ı Kərimdə Tur surəsində 35-36. ayında buyur ki, Bismillahirrahmanirrahim. Em xuliqu min gayri şeyin em humul xaliqun em xalaqu's semavati vel arda bel la yuqinun. Deyir, məgər onlar başqa bir şeydən xəlq olunublar, yoxsa özləri özlərini xəlq ediblər, yoxsa göyləri və yeri onlar xəlq edibdilər? Xeyr, onların yəqinlikləri yoxdur. Onlar yəqin əhli deyirlər yəni. Yəni, ayə insanın öz Allahını inkar etməsi üçün tutarlı bir dəlilin və mötəbər olan bəhanənin olmamağını işarə vurur ki, yəni sənin əslində əlində elə bir şey yoxdur. Varsa inkar edirsənsə, yəni onda nə olur? Siz başqa bir şeylə yaranmışsınız, ya özlərinizi yaratmışsınız, yaxud da yeri göğü siz yaratmışsınız ki, yəni Allah təbarək və təala demək istəyir ki, öz Rəbbinin müqabilində nə qədər aciz və zəifsən və hətta Allah Teala mübarək Rum surəsinin 8-ci ayəsində buyurur ki, Bismillah əvələm yətəfəkkəru fi ənfusihim ma xalaqallahu səmavati vəl arda və ma beynəhumə illə bil haqq və əcəlin müsəmmə. Deyir, məgər onlar özlüyündə düşünmürmü ki, təfəkkür etmirlərmi ki, Allah göyləri və yeri və onların arasındakını bir həqiqət kimi, haqq kimi və müəyyən bir müddət üçün xəlq edibdir. Yaxud da və fi ənfusikum əfələ tubsirun. Siz özünüzdə, sizin öz nəfsinizdə həqiqətlər, dəlillər var ki, məgər siz görmürsünüz, yəni bəsirətlə bunu dərk edə bilmirsiniz. Ki, Əli əleyhissalamın hətta kəlamında var, Həzrət Nəhçıbağıda xütbədə deyir ki, ey bərabər yaradılışla yaradılan bəndə, Adəm övladı, ey qaranlıq uşaqlıqda və çoxlu pərdələrdə qorunmuş məxluq, yəni ananın bətnini misal vurur Həzrət, xalis cildən yaradılmağa başlamısan və məlum ölçüyə və bölünmüş müddətə qədər möhkəm yerə qoyulmusan. Yəni ki, sənin ilk yaradılışın kökün gəlir nədən? Allah Teala sənə cildən xəlq edir Adəm əleyhissalamı. Can verib, həyat verib ondan sonra. Və sən gəlmirsən möhkəm bir yerə, ananın rəhminə yerləşdirilmirsən. Ananın uşaqlığında döl olmağına baxmayaraq tərpənirdin. Sözə cavab verib, səsi eşitmirdin. Sonra öz yerindən görmədiyin və xeyir yollarını bilmədiyin evə çıxarıldın, yəni dünyaya gəldin. Sənə süd əmmək yolunu kim göstərdi? Səni ehtiyacın olan zaman möhtac olduğun və istədiyin şeylə kim tanış etdi? Gör, necə gözəl inci nöqtələrə toxunur hələ Həzrət Əleyhissalam. Yaxud da Allah Quran-ı Kərimdə, məsələn, Əhqaf surəsinin 4-cü ayəsində buyurur ki, Bismillah, qul ərəaytum mə təd'unə min dunillahi əruni məzə xaləqu minəl ardi əm ləhum şirkun fissəmavati. Allah Teala deyir ki, mənə deyin görüm, xəbər verin görüm, göstərin, Allahın yerinə çağırdıqlarınız bu yerdə nə yaradıbdılar? Yoxsa onlar göylərdən şərikdilər? Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl olmuş bir kitab və yaxud da keçib getmiş bir dəlil göstərin. Əgər doğru danışansınızsa, göstərin ki, mən üçün, məsəl bir kitab gətirin, bundan əvvəl ki, məsəl necə ki, mən deyib Peyğəmbərlər göndərmişəm Allah Teala, yəni mənası budur. Mən onlara səmavi kitablar vermişəm, səhifələr nazil eləmişəm. Gözü sizə göstərin. Görə onlar harada müəyyən şərikdilər. Yaxud mübarək Fatır surəsinin 40-cı ayəsində var, Allah deyir ki,
Məsələn, Allahın yerinə şərik olaraq çağırdıqlarınız, o şəriklərə baxmısınız, mənə göstərin görüm yerdə nəyi yaradıblar, yoxsa göylərdə bir şərikliyi var. Yaxud da ki, onlara kitab mı vermişik, orada bir dəlil sübutları var ki, istinad eləsinlər. Allah Teala bunları bir düşünən qövüm üçün misal çəkir. Sonra ki, bəl-in ya'idu zalimuna ba'duhum ba'dan illa gharura. Ki, zalimlər bir-birinə yalnız aldadıcı bir yalancı vədlər verərlər. Yaxud məsələn, Nəhl surəsinin 20-ci ayəsində Allah buyurur, Bismillah, vəllezine yed'une min dunillah la yaxluqune şey'ən və hum yaxlaqun. Allah Teala buyurur ki, onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar, xəlq edə bilmirlər və onların özləri yaradılırlar ki, çünki insanlar özəlləri ilə düzəldir də bütləri. Bütləri insanlar özü düzəldirdilər. Onun heç bir kim özləri xəlq etmir deyə onlar məsəl üçün qeyri-adi göydən nazil olmurdular. Hətta Allah Teala mübarək Ərəf surəsinin 191-ci ayəsində buyurur ki, Bismillah, yüşrikûne mə lə yaxluqu şeyən və hum yuxlaqun. Deyir, heç bir şey yaratmayan və özləri yaradılan şeyləri Allaha şərik qoşurlar. Yaxud da məsələn Məryəm surəsinin 67-ci ayəsində Allah buyurur ki, "Avələ yəzkurul insanu inna xalaqnahu min qablu və lem yekun şey'an." Ki, məgər insan onu bundan əvvəl həqiqətən də heç bir şey olmadığı halda xəlq etdiyimizi xatırlamır. Ki, heç nə görürsən, səni hardan hara gətirdik, yaratdıq. Və yaxud da Loğman surəsinin 11-ci ayəsində Allah buyurur ki, Bismillah, həzə xalqullah fəəruni mədə xalqəl-ləzinə min dunihi bəl əz-zalimunə fi dalalin mubin. Allah deyir, bunlar Allahın xəlq etdikləridir. Mənə Allahdan başqalarının nə yaratdığını göstərir belə isə. Xeyr, Allah deyir ki, əksinə bu zalimlər açıq-aşkar zəlalətdədirlər, azğınlıqdadırlar. Və Allah Teala bu mübarək ayədə çox misallar çəkmək olar ki, Allah Teala başqa ayətlərdə də müxtəlif olan o bütlər düzəldilib, onlara ibadət edilən şeylərə qarşı olan dəlillərini ortaya qoyur və inatkarlara cavab verir Allah Teala ki, onlardan öz iddialarını isbatı üçün də dəlil istəyir. Dəlil gətirin ki, sübut gətirin kontunun sadiqin, doğru danışansa, düzgün deyirsinizsə, dəlil sübut gətirin bunun üçün. Və nəticə olaraq Allah Teala deyir ki, təqdim edin əks-i inkarınızın əsası olmağına etiraf edərək aləmlərin bənzərsiz və şəriksiz olan Allah tərəfindən yaradıldığını təsdiq etməlisiniz. Ayələr hər şeyi açıq-aşkar bəyan edir. Və Əhl-i-Beyt əleyhissalamın kəlamında da Allah Teala'nın varlığı sübutu ki, kifayət qədər var ki, biz onların bir neçəsinə toxunarıq inşallah ki, dəlil olaraq istifadə olunsun. Həmçinin məsumlar bu rivayətlərdə də əqli dəlillərdən istifadə edirlər. Niyə? Çünki insanların bir dəstəsi, yəni həm burada mahiyyət budur ki, əqlin nə qədər mühüm olmasını diqqət eləsinlər. İnsan təfəkkür eləsin. Və məhz buna görə ulama da deyər ki, nədir? Üsul-dində təqlid yoxdur. Bu şəri məsələlər kimi deyil ki, burada təqlid yəni mən də bunu götürüm Üsul-dindəki kimi təqlid edim, yox. Amma İkinci bir cəhət də budur ki, həmin dönəmin insanlarının təfəkkürünün tutumuna uyğun da imamlar danışıbdırlar. Bəziləri ki, alimi iddiası edib, elmi dildə də, səviyyədə də imamlar ona dəlil gətiribdir. Amma Quran ki, qəbul eləmirdi bunlar, İslamı qəbul edirdi, imam onların başa düşdüyü dəlillərlə irad gətirirdi. Çünki bəhslərdə qayda belədir, həmişə kimlə ki, insan bir elmi mübahisə edir, bəhs aparır, münazirə edir, onların inandığı, etibarını bildiyi mənbələrdən dəlil gətirir. Məsələn, Hüseyin ibn Xalidin bir nəql ediyi hədis var Şeyx Sadığın Tohid kitabında ki, birdən kişi İmam Rıza Aleyhisselamın yanına gəlirdi ki, ya İbn Rasulullah. Həzrətə deyir ki, ma dəlilu ələ hadəsil alim
قال أنت لم تكن ثم كنت وقد علمت أنك لم تكن نفسك ولا كونك من هو مثلك. Hazret deyir ki, kişi gəlib sual verir ki, deyir, ey Peyğəmbərin balası, bəs aləmin sonradan hadis olması, yəni ki, yaranmasının sonradan xəlq edilməsinin dəlili nədir? İmam deyir ki, sən əvvəl yox idin, sonra xəlq oldun, var oldun. Sən özünü yaratmadığını bilirsən. Və həmçinin də sənin kimi olan bir kəsin də yaratmadığını bilirsən. Yəni İmam burada o sualın qabağındakı ələ hədəsəl aləm ki, həmin bu sonradan xəlq olunmaq aləmi məsələsində gözəl, incə, sadə bir cavab verir. Sən əvvəl yox idin, sonra var oldun. Sən özünü yaratmadığını bilirsən, özünü yaratmamısan və sənin kimi olan bir kəsin yaratmadığını bilirsən. Yəni məni necə Gülağa yaradıb, məsələn Əhməd ağa yaradıb. Belə bir şey yoxdur, onu da gözəl bilir. Deməli bu dəlildir ki, aləm sonradan yaranıbdır. Və yaxud da İmam Sadiq əleyhissalamdan var ki, mərhum Şeyx Həttal Ravzatul Vaizində gətirir. Deməli orada İmam Sadiq əleyhissalama gəlib bir şəxs sual verir ki, o da eyni cür ki, aləmin sonradan xəlq olunması məsələsi, hadis olmasının dəlili nədir? İmam da onu izah edir ki, dəlillərin çoxusu elə özündədir. Çünki özümə baxdıqda görürəm ki, iki haldan birindəyəm. Ya mən var olan halda özümü yaratmışam ki, qeyri-mümkün bir şeydir. Var idim və özümü yaratmışam. Çünki var olan şeyi ikinci dəfə yaratmaq və icad etmək qeyri-mümkündür. Yəni zaten var da, onu təzə yaradırsın. Ya da mən yox olan halda özümü yaratmışam, bu da qeyri-mümkündür. Çünki mən yoxam, mövcud deyiləm. Və mövcud olmayan şey necə bir şey yarada bilər? Sonra İmam deyir ki, mən hər iki yolun batıl olduğunu görəndən sonra bildim ki, mənim başqa bir xəlq edənim, xaliqim, yaradanım və idarə edənim var. Gör necə gözəl dəlil gətirir. Hətta Əbdülməlik adında bir dənə zındıq olur, əqidəsiz. İmam Sadiq əleyhissalamla bəhs eləməyə yanına gəlir. Geniş bir hədisdir, rivayətdir. Kafidə birinci ciltdə nəql olunubdur. Mərhum Şeyx Quleyni gətirir. İmam Sadiq əleyhissalamın yanına gəlir danışmağa. İmam ona sual verir ki, Məsmukə, qalə ismi Abdülməlik, qalə fəmə künyətkə, qalə künyəti Əbu Abdullah. فقال له أبو عبد الله عليه السلام فمن هذا الملك الذي أنت عبده أمن ملك أرض أم من ملك السماء وأخبرني عن ملك عبد إله السماء أم عبد إله الأرض قل ما شئت. Ki İmam ona sual verir ki, deyir adım nədir? Deyir adım Əbdülməlikdir. Yəni Məlikin qulu, hakimin, hökümdarın, padşahın qulu. İmam deyir ki, bəs ləqəbi nədir? Deyir Əbu Abdullah. Yəni Allah qulunun, Allah bəndəsinin atası. İmam ona deyir ki, sən qulu olduğun bu Məlik kimdir? Göylərin hökümdarıdır yoxsa yerdə? Mənə xəbər ver, sənin oğlun Abdullah ki deyirsən də, göydəki ilahın quludur yoxsa yerdəki? İstədiyi denən, amma hər bir halda məğlubsan. Bir zaman Hişam bin Həkəm dinsiz şəxsidir ki, niyə cavab verilmirsən? Dinsiz deyir ki, sözün pisdir. Yəni mənim cavabım yoxdur. İmam da deyir ki, təvafı bitirdiyimiz vaxt yanımıza qaydarsın. Çünki həmin vaxtı ki, İmam Sadiq əleyhissalam həcc mövsümündə idi. İmam da bu sözdən sonra deyir ki, biz həcci bitirib, əməlləri qutarıb ki, ondan sonra yanıma gələrsin. Bir daha sonra İmam ona yanına gedir. Deyir, İmam ona sual verir ki, sən yerin aşağı və yuxarısının olduğunu bilirsən? Deyir, bəli. İmam dedi ki, yerin altına girməkdir, xeyr. İmam ona deyir ki, orada daxil olmamışsansa, bəs adam bilirsən ki, onun altında nəsə var. Deyir, bilmirəm, amma yerin altında bir şey olmadığını güman edirəm.
İmam Aleyhisselam ona deyir ki, əminlik olmayan, yəqinin olmayan məsələ haqqında güman etmək acizlikdir, yəni zəiflikdir. Və göyə qalxmısan mı? İmam sual edir, xeyr. Deyir, orada nə olduğunu bilirsən, deyir, xeyr. İmam deyir ki, sənin halın təəccüblüdür. Nə şərqə getmirsən, nə qərbə, nə yerin altına, nə göyə qalxmısan, nə onu yarmamısan ki, ondan o tərəfə nələrin olduğunu biləsən. Onlarda olanları inkar edirsən. Deyir, heç ağıllı olan şəxs bilmədiyi şey inkar edir. Siz deyir ki, bu vaxta qədər səndən başqa heç kim mənimlə bu cür dəlillə söhbət eləməyirdi, danışmırdı. İmam deyir ki, bununla bərabər sən bu mövzuda şübhə içindəsən. Bəlkə belədir, bəlkə belə deyil, deyə şəkdəsən. Siz deyir ki, bəli, doğru deyir, şəkdəyəm. İmam ona cavab deyir ki, ey bəndə, bilməyən kəs bilən birinə qarşı dəlil və sübut gətirə bilməz. Ey Misir əhlindən olan, yaxud Misir əhlinin qardaşı kimi. Deyir ki, İmam, məni anla, həqiqətən də biz heç bir zaman Allahın varlığı barədə şək etmərik. Sən günəşi, ayı, gecəni və gündüzü görmürsən ki, səhv salmadan bir-birini əvəz edib yer dəyişir və bu axınla gedirlər və öz əhatə dairələrindən başqa bir yerləri yoxdur. Əgər başqa bir yerə getməyə qüdrətləri çatsaydı, o zaman bir-birlərini niyə əvəz edərdilər, çıxıb gedərdilər. Əgərləri bir iradəyə tabi olma, bir mərkəzdən idarəçilik məcburiyyətində olmasıydılar, nə üçün gecə gündüzü, gündüz də gecəni əvəz etsin? Məcburdular, Misir əhlinin qardaşı, and olsun Allaha, onları daimi olaraq olduqları əhatə dairəsində hərəkət etməyə ki, mükəlləf edən onlardan daha çox hikmət sahibidir. Yəni Allah Taala'na qəsd edirəm ki, onlardan daha əzəmətli və böyükdür. Həmin bu zındıq da dinsiz də, yəni ateist də qayıdır, deyir ki, düz deyirsən. İmam sonra sözünü izah edir ki, ey Misir əhlinin qardaşı, sizin müdafiə etdiyiniz və zaman olduğunu sandığınız şey, yəni İmam həmin bu qarşı tərəfə xitab edir ki, vəllazi əxa əhlül misra innəllazi ki, deyir, sizin müdafiə etdiyiniz o zaman anlayışı dediyiniz şey var. Bu şey ki, insanları götürüb aparırsa, bəs nə üçün geri qaytarmır? Əgər gətirirsə, niyə geri aparmır? Zamanın özü, zaman ki, məni aldı apardı, bəs niyə geri gətirmir? Yaxşı, geri gətirirsə, qaytarırsa, bəs niyə geri aparmır? İkisindən bir haldır da. Sonra Həzrət yenə də buyurur ki, hər kəs bir iradə qarşısında acizdir. Səma niyə ucalıb və yer niyə döşənir? Göy niyə yerin üzərinə düşmür? Yer niyə təbəqələri üzərində yuvarlanmır? Niyə yerlə göy bir-biri ilə toqquşmur? Niyə yer üzərində olanlar bir-birlərinə dəymir? Həmin bu zındıq əqidəsidir ki, onları Rəbləri və ağaları olan Allah saxlayır. Və həmin bu dinsiz olan şəxs də imamın yanında Allah'a iman gətirir. Hümran adında bir sahabə olur. Deyir ki, sənə fəda olun. Dinsizlər sənin vasitəndə iman gətirdiyi kimi, kafirlər də sənin atan vasitəsilə iman gətiriblər. İmamın yanına iman gətirən şəxs imamın yanında deyir ki, məni özü tələbələrdən qərar ver. İmam da Hişam ibn Həkimə göstəriş verir ki, ey Hişam, onu al yanına ki, ona elm öyrət. Və hətta başqa bir hədisdə, mübarək bir hədisdə İmam Sadiq Aleyhisselamdan yenə də ki, Şeyx Sadiq öz Tövhid əsərində, dəyərli kitabında gətirir. Demə, Əbdullah Dəsani ki, İmam Sadiq Aleyhisselamın yanına gəlir. Bu dəysanilər nurla zülmətin əzəli bir varlıq olduğuna əqidə bəsləyirlər. Ki, onlar da inanırdılar ki, nəuzubillah, zülmət və nur ikisi ayrılıqdır, ikiləri tanrıdır. Gəlir imamın yanına, imamdan danışmağa, ya Cəfər ibn Muhammedin dulləni alə mə'budi fəqalə ləhu Əbdullah aleyhisselam məsmuk fəxarəcə ənhu və ləm yuxbirhu bi ismihi fəqalə ləhu əshabuhu keyfə ləm təxbirhu bi ismikə. Deməli, gəlir imamın yanında, İmam Sadiq Aleyhisselam adı ilə xitab edir ki, ey Cəfər ibn Muhammed, mə'buduma gedən yolu mənə göstər. Ki, İmam da ona deyir ki, sənin adın nədir? Və İmam bunu sualı verəndə o tez oradan çıxır gedir.
Çöldə gözləyən dostları ki, niyə onun adını demədin? Deyir, əgər adının Abdullah olduğunu desəydi, mənə belə deyəcəkdi ki, qulu olduğunu kəs kimdir? Diqqət edin ha, və əqidəsiz deyil ha, batil bir inancı sahib və onu təbliğ edən başında duraq. Deyir ki, İmamın bir sözündən bu başa düşür İmam nə deyəcəyini. Cavab verə bilməyəcəyinə görə dərhal onları tərk edir. Özü izah edir. Hədisə diqqət edin. Çox dəhşətdir. Bəzən düşmən, müxalif belə özü etiraf edir. Əhl-i Beyt əleyhissalamın bu əzəmətini. İmama gəlir indi söz üçün ki, yəni sən deyirsən ki, Allah var, təkdir, o yolu göstərməli. O bir dənə sual verir, adın nədir? Hələ heç nə demir. Və bu şəxs çıxır, dostları soruşur, niyə adımı demədin? Deyir, əgər adımın Abdullah, yəni Allahın qulu bəndəsi olduğunu mənası odur ki, desəydi, mənə belə deyəcəkdi ki, qulu olduğunu kəs kimdir? Dostlar deyirlər ki, onun yanına geri qayıt, adını soruşmadan səni məbuduna yönətsin. Bu dəfə qayıdır dala, deyir ki, ey Cəfər ibn Muhammed, məbuduma gedən yolu mənə göstərəm, adını soruşma. İmam döndü ki, əyləş. Deyir, həmin vaxtda İmam Sadiq Əleyhisselamın vaxtlarından bir yumurta var idi, yumurta. Bir İmam ona buyurdu ki, ey evladım, yumurtanı gətir. Uşaq yumurtanı İmama verir. İmam üzünü Abdullah'a tərəf çevirir, deyir ki, ey dəysani. Yəni bu ilə xitab ilə yumurtanı götürür uşağın əlindən. Ki o uşaq ki fi kəfihi baydatun ya'labu biha. Uşaq oyundan oynayırdı. İmam Sadiq Əleyhisselam ki həmin bu dəysaniyə deyir ki, ya dəysani, həzə hisnun məqnunun ləhu cildun ğalizun və təhdəl cildil ğalizi cildun رقيق وتحت الجلد رقيق زحوة مائئة وفضة زاعبة فلا زحوة المائئة تختلط بالفضة الزاعبة. Şimdi burada İmam misal çəkir. Deyir ki, görsən, ey deyəsən, bu bir qaladır, örtülüdür. Onun sərt bir qabığı var. Sərt qabığın altında nazik bir qabığı var. Nazik qabığın altında maye bir qızıl parçası ilə axıcı bir gümüş parçası hissəsi var. Yəni İmam yumurtanın sarısı ilə qırmızısını misal, ağı ilə sarısını misal çəkir. Ki deyir, həmin burada bir qızıl parçası ilə sarısı var, bir də axıcı bir gümüş parçası var, yəni ağı var. Nə maye qızıl parçası axıcı gümüş parçasına, nə də axıcı gümüş, yəni mayedir də, çünki maye axıcı da yayılır tez. Nə də maye qızıl parçası axıcı gümüş parçası, nə də axıcı gümüş parçası maye qızıl hissəsinə qarışmır. Yəni ağla sarı içindədir, bir yerdə ikisi də mayedir, heç biri bir-birinə qarışmır. Və o da öz halındadır. Onun içindən bir islah edici çıxmayıb ki, onun xeyrini etdiyi işlərdən də xəbər versin. Yəni, çıxsın oradan düşün ki, bunun içində nə xeyir var, filandı izah versin. Həmçinin onun içinə də nizamsızlıq, yəni sistemi, o nizamını pozan bir şey də daxil olmayıb ki, oradan xəbər versin. Yəni, onu erkək ya dişi üçün yaradıldığı da bilinmir. Yəni, onun içindən bilinmir ki, xoruz çıxacaq, ya məsəl üçün toyuq çıxacaq. Onun içindən tovuz quşlarının əlvan rəngləri kimi varlıqlar çıxır. Yəni, rəngi də bilinmir də. Məsələn, bir də görürsən ki, məsəl üçün alabula çıxdı, nə bilim, qırmızılı, ağlı çıxdı, sarı çıxdı, misal. Ki, bu bilinmir, heç rəngi də nə olacaq o canlının. Deyir, onun bir müdəbbirinin, yəni tədbir edən, idarə edən olduğunu düşünmüsənmi? Həmin bu deyir, dəysani bir müddət başını salır aşağı, sükut eləyir. Deyir, sonra deyir ki, şəhadət verəm Allahdan başqa bir ilah yoxdur, təkdir, şəriki yoxdur. Muhammed sallallahu aleyhi və aleyhi onun qulu və elçisidir, rəsuludur. Sən isə Allah tərəfindən məxluqata təyin edilmiş imam və hüccətsən. Mən isə olduğum inancdan, etiqaddan tövbə edirəm. Yəni imamın qarşısında deyir ki, ənə taib mimmə kuntu fihi. Yəni öz köhnə etiqadımdan tövbə edib dönürəm. İmamın bu misalı ilə də bu insan hidayət olur. Yaxud məsələn,
Peyğəmbər sallallahu Allah Nəsir rəhmətullah Aynul Həyat kitabında gətirir. Orada deyir, ərəblərdən biri sual verir Həzrəti ki, Rəbbinin varlığını necə bildin ki, var? Deyir, Həzrət Peyğəmbər sallallahu cavabında deyir ki, biz yolda dəvənin ayaq izini gördükdə ağlımız hökm edir ki, bundan əvvəl burada dəvə olub. Yaxud da adını bizdən görəndə bilir ki, bizdən əvvəl burada bir şəxs olub. Yaxud da parıldayan ulduzlarla birgə olan bu göylər və genişliklə birgə olan yer vücudu vacib olan, alim olan kəsin varlığını təsdiq eləmək üçün kifayət eləməzmi bizə? Peyğəmbər sallallahu sözünün sonunda bu cür deyir ki, sizə bu ərəbin dininə tabi olmaq vacibdir. Ki, yəni Həzrəti Peyğəmbər sallallahu bildirmək istəyir ki, bu etiqadı bu cür formalaşdırmalısın ən azı. Yaxud məsələn İmam Baqir əleyhissalamın Kafinin 1-ci cildində keçən 6 nömrəli hədisdə 80-ci səhifəsində Həzrət buyurur ki, Xafəlil Oylal Əl-Bab və Xalqir Rab Əl-Musaxxiri və Mulki Rab Əl-Qahir və Cəlal Rab Əl-Zahir və Nur Rab Əl-Bahir və Burhan Rab Əs-Sadiq və məntəq bihi Həzrət buyurur ki, deməli Rəbbinin ram elədiyi məxluqlar, mülkünün əzəməti, aşkar, ucalığı, göz qamaşdırıcı nuru, doğru düzgün dəlili, onunla bəndələrinin dillərini danışdırdığı həqiqətlər və onunla peyğəmbərləri göndərdiyi möcüzələr, bəndələrinin nazil etdiyi şeylər ağıl sahibləri üçün Rəbbinin vücudunun varlığına, mövcudluğuna dəlil olmaq üçün kifayət edir. Ağıl sahibləri üçün kifayətdir ki, bu dəlillərdən kifayətlənsin. Yaradılış, özünə ram etdiyi, tabi etdiyi məxluqat və onun nuru və doğruluq dəlilləri və onun bəndələrinin dillərini danışdırdığı həqiqətləri və elçilərini göndərib, bu elçilərlə möcüzələri göstərmək. Bunlar hamısı ağıl sahibi üçün dəlil olaraq bəs edir. Hətta bir başqa hədisdə var ki, bir harda Mərhum Allah məclisi nəql edir ki, bir kişi olur, gəlir İmam Sadiq əleyhissalamın yanına, ona deyir ki, Vəsiyyətnə Rasulullah dulləni aləllah ma huvə fəqət əqsərə aləyyəl mücədilun və hayyərəni fəqalə ləhu ya Əbu Abdillah həl rəkibdə safinətən attı qalə nəəm. Həzrəti İmam Sadiq Əsəmdir ki, ey Rəsulullahın evladı, Allah məni tanıtdır, de görüm ki, nədir, kimdir, mənimlə bu arada mübahisə edənlər çoxdur və onlar məni çox təəccübə salırlar, heyrətdə saxlayırlar. Mən də heyrətə düşürəm ki, Peyğəmbər Salavatıllahın ta zamanından dediyimiz kimi bu hadisələr var idi. Zaten bu cərəyanlar, düşüncələr və insanları da təbii ki, şübhələrə salırdılar. Bunu ilk dördür. İmam Sadiq Əleyhisselam'a da bu sualı verəndə İmam ona deyir ki, ey Allah bəndisi, ey Əbdullah, dilesi olub ki, gəmiyə minməsən, Həzrət deyir ki, sual verir. O da Həzrətə cavab verir ki, bəli. İmam buyurur ki, aleyhissalam bir gəmi olub ki, qırılsın, sılsın və bu zaman sənə nicat verəcək ki, həmçinin, yəni xilas edəcək, gəmiyə və fayda verəcək bir üzməyin olmadığı vəziyyətdə sən belə bir şey düşünmüsənmi ki, nicat tapacaqsan? Ki, həmin o şəxs bunu deyəndə İmam buna sual verəndə dedi ki, qalə nəəm. İmam döndü ki, qalə fəhəl təəlləqə qalbükə hunəlikə ən şeyən minəl əşyai qadirun ələ ən yuxallisəkə min vəratatikə qalə nəəm. Qalə Sadiq aleyhissalam. Sonra Həzrət ona deyir ki, bəs şəxs deyəndə ki, bəli, İmam deyir ki, bəs həmin halda qəlbin və ruhun səni o vəziyyətdən xilas edəcək qüdrət, qadir və qüvvət sahibinə bağlanıbmı ki, çətinlikdən səni xilas eləsin? Şəxs deyir, bəli. İmam Sadiq Əleyhisselam cavabında deyir ki, nicat verən bir şəxsi və köməkçinin olmadığı bir yerdə sənə nicat verməyə qadir olan elə həmin varlıq Allahdır. Yəni bu nəyi göstərməkdir? Həzrət İmam Sadiq Əleyhisselam burada da mübarək kəlamında çatdırır ki,
ki insan əmin o halda huvallahul qadiru aləl incai heysu la munciə və aləl iğasəti heysu la muğisə. Mahiyyət olaraq da nədir? Orada ki, sənin heç bir köməkçin yoxdur, nicat verənin yoxdur. Həmin o yerdə sənə kömək və nicatı, o hissi verən elə həmin o qüdrət sahibi olan, qadir olan Allahdır. Yəni Allah Teala insanlara çox icazkar bir şəkildə dəlilləri Quranla və hədislərlə büzür bəyan edir. Və Allahın varlığı geniş izah və bəyana əslində ehtiyatsızdır. Çünki onun varlığı hər bir insanın fitrətində var. Vicdanı olan hər bir şəxs onun varlığını inkar edə bilməz. Yəni, bu dəlillər sadəcə ağıl və bəsirət sahibləri üçün kifayət eləyər ki, oradan yəqin hasil eləsin. Yəni, bəzən görürsən ki, həqiqətən də insanlar var ki, təəssübkeşliyi, inatkarlıq edir, amma ki, həqiqətdə gün kimi açıqdır. Və bəziləri buna təsadüfün üstünə atır, amma əslində təsadüf deyilən bir şey yoxdur. Yaradılış halında təsadüfün mövcudluğu təsəvvür oluna bilməz. Çünki nizam və tədbirin mövcud olmağı təsadüfü etiqad edilmənin əqidəsini pozur. Əgər aləmdə yaradılışda təsadüf olsaydı, o zaman mütləq ziddiyyətlərin olmağı lazım vardı. Əgər ziddiyyət yoxdursa, deməli təsadüf yoxdur. Çünki aləmin nizamlı olması çox aşkar və qəbul olunan bir şeydir ki, bundan əlavə edəcək təsadüfün olmağını qəbul edəcək. Gərək nizam-intizamın üzərində olan bu yaradılışın onun tərəfindən yaradılmağı, yəni təsadüfün tərəfindən xəlq edilməyini qəbul edək. Ki, bu isə ağılın hökmünə qeyri-mümkün əks olan bir şeydir. Yəni, hətta yaxşını və pisi bir-birindən ayıran uşaq ağlı belə ki, dəqiq və hikmət üzərində olan məxluqatın özünə təsadüf nəticəsində varlığına, nə bilim, rəqəmlənməsinə, tərtib olunmasına inanmaz. Ki, məsələn, necə ki, deyəcən ki, 100 səhifəli bir kitabdır, nömrələnib, təyin olunubdur, səhifələnibdir, cildlənibdir, yığılıbdır, düzgün qaydır, heç bir səhifə artıq əksi, bir cümlə aşağı yuxarı deyil. Bu təsadüfən xəlq, təsadüf bunu xəlq edib yaradır. Təbii ki, buna heç kim inanmaz. Yəni, yaradılışın səbəbi və yaradanı təsadüfdür deyilsə, deməli, o əvvəldən mövcud olur. Çünki zəruri elmimizlə bilirik ki, hər bir səbəb gərək nəticədən əvvəl olsun. Təsadüf olubsa, onu kim yaradır? Əgər özü də təsadüf nəticəsində var olubsa, bu da silsilə təsəlsül yaranır ki, sonsuzluğa, bu isə silsilə də sonsuzluğun batilliyi isə öz mövzusunda aşkar bir məsələdir ki, filosoflar da bunu qəbul edirlər. Yəni, əgər belə də olmasa, deməli, təsadüf, elm, qüdrət və hikmət sahibi olan bir kəs tərəfindən yaradılıb. Burada da dediyimiz kimi, məsələ bəlli olar ki, onda deməli, təsadüfün özü də bir elm, hikmətin sahibi olan bir əzəmət tərəfindən xəlq edilib. Çünki bizim ispat edədiyimiz budur ki, ispat etməyə çalışdığımız budur ki, aləmdə bənzəri olmayan, elm, qüdrət və hikmət sahibi olan yaradan var. Xaliq var, bənzəri olmayan, heç kəs tərəfindən yaradılmayan və var olmaqda ehtiyatsız olan varlıq təbii ki, əzəmətli yaradılışa, həqiqi sahibliyə, mütləq və müstəqil Rəbb və Xaliq sifəti ilə vəsf olunmağa, mühtac və məxluq olan varlıqdan daha layiqdir. Ona görə də Allah Duxan surəsində buyurur ki, Bismillah, la iləhə illə huvə, yuhyi və yumitu, Rabbukum və Rabbu əbaikumul avvalin. Ki, ondan başqa heç bir ilah yoxdur, o həm diridir, həm də öldürür ki, o həm sizin Rəbbinizdir, həm də sizdən əvvəlki atalarınızın, yəni ulu əcdadınızın Rəbbidir. Allah Teala bu açıq-aşkar ayədə də bəyan edir ki, sizi də, sizdən əvvəlkiləri də hər şeyi yaradan mənəm və şərikim də yoxdur. Elhamdülillah Rabbil aləmin.